Öyle de mühim bir söz değil. Dedik ki biz Hasan İbni Ali'nin evini gözden geçirdik. Zannimce onu yaralayıp kaçmak gayrimümkündü Serdar. Belki de siz bunu bacarmırsınız. Dedi axı, zəhərləmək belə mümkün deyil. Çünki qadınlar içəridə biş-düş eləyirlər və birbaşa Həsən İbn Əlinin otağına aparırlar. Bizim onun yeməyinə əlimiz çatmır. Ve sonunda fikriniz nedir? Amma elə də ümidsiz deyilik. Qızımca da bu müşkülü həll eləyə bilər, amma onu razı salmağa vaxt istəyir. Vaxt? Vaxt bizim düşmənimizdir. Çünkü Serdar istəmir Əmir əl-Mömininin sözü təxirə düşsün. Aferin Şümür. Aferin. Yüreğimizden haber verdin. Əlbəttə, elə də çox çəkməz. Əmin ol, Sərdar. Bir təhər yola gətirərik. Gərək diqqətli olaq ki, bizə kələk gəlməsin. Düz deyirsən. Onun sözünə inanmaq olmaz. Allah eləsin ki, bizi heç kim görməsin. Elədir. Size dedim axı, çok şüpheli adamlardı. Onlar Mervan'ın sarayına gidip bir neçə saattan sonra çıktılar. Mervan'ın sarayına? Hə, öz gözlerimle gördüm. Heç bir mani olmadan saray gözətçilərinin yanından keçdilər. Sen onları tanımadın. Yox, üzlərini möhkəm bağlamışdılar. Çalışırdılar ki, heç kim onları görməsin. Əhməd, indi neyniyək? Hələ bilmirəm. İbn Ömeyr, narahat olma. Mən qoymayacağam. Axı necə? O təklikdə bir iş görə bilməz. Bizim köməyimizə ehtiyacı olduğu üçün kələk gələ bilməz. Gərək ona deyək ki, aldığını elə indi aramızda bölsün. Onda elə başa düşər ki, ona inanmırıq. Qoy elə fikirləşsin. Sən hələ oyaqsan, qızım. Bəli, ata. Oyağam və gözləyirəm. Nəyi gözləyirsən? Atamın və özünü mənim əmim sayan şəxsin açıqlamasını gözləyirəm. Nə açıqlama? Mənə deyin görüm, siz bu evdə neyniyirsiniz və qəsdiniz nədir? Biz axı dedik, bura pənah gətirmişik. Bəli, demisiniz. Dediniz ki, sizi güdürlər və öldürmək istəyirlər. Dediniz, Muaviyyənin məmurlarından ehtiyat eləyirsiniz. Onda deyin görək, belə bir həyəcanla, qorxuyla hər gecə evdən çıxıb haralara gedib gəlirsiniz. Məyər demədinizmi bu evdə qalmağınızdan heç kimin xəbəri olmasın? Biz çox etibarlı bir dostun evinə gedib gəlirik. Fikrim bu cəhətdən rahat olsun, ora qorxulu deyil. Hansı dost? Adını istəyirsən? Bəli, adını və harda yaşadığını. Yaxşısı budur, Əba Mühəmmədə deyim, özü sizdən soruşsun. Gədə qızım, atanla belə danışmaq sənə yaraşmaz. Bəs həqiqəti qızınızdan gizlətmək sizə yaraşarmı? Özü də elə bir qız ki, ağılda, zəkada atasından heç də dala qalmır. Baş verənlərdən nəyisə dərk eləyir. Nəyi? Dediniz ki, Şimir Mərvanın qəsrindədir. Düzdür. Və siz bir-birinizin ayrılığına dözə bilməyən dostlarsınız. Onda belə güman eləmək olar ki, sizin görüş yeriniz Mərvanın qəsridir. Şimirlə düşmənçiliyiniz, Mərvanın məmurlarını güdməyiniz haqda söylədiyiniz dastanlar da yalandan başqa bir şey deyil. Həqiqəti söyləmək istəyirsiniz, yoxsa yox? Mən deyirəm, bu iki şüphəli qonağın gediş-gəlişindən Əbu Məhəmmədi xəbərdar eləyək. Yox. Qeys bizə tapşırıb ki, Həsən İbni Əliyə yaxınlaşmayaq. Mərvanın cəsusları hər yerə səpələniblər. Diqqətləri bizə yönələ bilər. Daha yaxşı olar bizlərdən birimiz Qeysin yanına gedib həqiqəti söyləsin.
Nə deyək? Deyək ki, bizim zənn elədiyimiz 2 nəfər şübhəli şəxs Həsən ibn Əlinin evinə get-gəl eləyirlər? Bizə gülməzlər? Yox. Hələlik səbr eləsək yaxşıdır. Öz işimizdə olaq. Bəlkə bir yolla onları tanıya bildik. Mən bilmirəm. Məndən nə istəyirsiniz? İstəyirik biraz atanı da fikirləşəsən. Sən məni yox, özünü fikirləş. Əgər mən səndən rahat olsam, elə indicə başımı cəlladın qılıncına təslim eləyərəm. Mən neyniyə bilərəm? Sən bu evdə kimsən? Xanım? Yoxsa dəyərsiz bir kəniz? Mən onun kənizi deyiləm. Arvadıyam. Onu da unutma ki, ərəb kişilərinin gözündə uşağı olmayan qadınlar mətbəxdəki kənizlərdən də dəyərsizdirlər. Amma Əba Mühəmməd belə deyil. O mehribandır. İndiyənə kimi tanıdığım kişilərin ən mehribanıdır. Cədə sən mənim qızımsan, Əşşəs ibn Qeysin qızı. Eşit gör sənə nə deyirəm. Mən hal-hazırda Əmirəl-Möminin Müaviyyət ibn Əbu Süfyanın həm peymanı və həm söhbətiyəm. Sənə xanım xatın olacağın ev yaraşır. Buradakı qulluqçuluq elədiyin ev yox. Yaxşı bilirsən ki, Müaviyyə heç vaxt hakimiyyəti Həsənə verməyəcək. Yalan deyirsiniz. Yenə də yalan deyirsiniz. Bizə inan. Mənlə atan hal-hazırda onun yaxınlarındanıq. Bəni Ümeyyə xilafətinin əsasını elə möhkəmlədib ki, bu rahatlıqla heç kimə verməz. Muaviyyədən sonra Yəzid xəlifə olacaq. Ata, onun dedikləri düzdür. Bəli. Mənim arzum olub ki, sən ərəb başçısının xanımı olasan. Mən istəyirdim sən böyük bir imarətdə yaşayasan, hüzurunda da çoxlu kənizlər sənə xidmət eləsinlər. Elə ki səni bu balaca kasıb evdə görürəm, ürəyim qan ağlayır. Əldən çıxmış arzularıma heyfslənirəm, qızım. Siz özünüz məni bu adama ərə verdiniz. Bəli. Cədə. Onda belə fikirləşmişdim ki, bu evlilik sənin xeyrinə olacaq. Fikirləşdim ki, Həsən İbn Əli heç bir mani olmadan atasının xilafət kürsüsündə oturacaq. Əlbəttə düz fikirləşmişdim. Amma taleyin qisməti beləymiş. İndi isə istəmirəm ki, qızım onun acı-aqibətinin şəriki olsun. İstəmirəm ki, bir gün qızımı Həsən İbn Əlinin yoldaşı olduğu üçün əsir tutub aparsınlar və kəniz kimi satsınlar. Sizcə məni də belə bir aqibət gözləyir? Bəli, biz belə düşünürük, qızım. Cavab vermədin. Cavab verəcəm. Nə vaxt? Tez bir zamanda. Amma gərək biraz fikirləşim. Salam olsun böyük sərdara. İbn Cəmil, nəcəb bizi yad eləmisən? Biz həmişə sərdarın qulluğundayıq və onun səxavətinə möhtacıq. Yaxşı, nə xəbər? Bəsrədən nə xəbər? Bisr ibn Ərtad neyniyir? Yenə də müxaliflərini öldürməklə məşğuldur? Xeyr, sərdar, daha bu işlə məşğul olmur. Həqiqət budur ki, daha müxaliflərdən heç kim qalmayıb. Xəvaricdən və şiyədən nam-nişanı olan hər bir adam ya ölüb, ya qaçıb, ya da ki, Dəməşqə üz tutub. Dəməşqə? Bəli, sərdar. Mən elə bu xəbəri sizə çatdırmaq üçün gəlmişəm.
Bəsrəlilər Müaviyə ilə görüşmək üçün dəstə-dəstə Dəməşqə tərəf gedirlər. Büsr ibn Ərtad Bəsrənin əyan əşrafına deyib ki, əgər amanda qalmaq istəyirsinizsə, Əmir əl-Mömininlə beyyətinizi təzələmək üçün Dəməşqə yollanmalısınız. Beyəti təzələmək? Bəli, Sərdar. Düşündüm, yaxşı olar sizi bu məsələdən xəbərdar edeyim. Elə buna görə də Bəsrədən birbaşa Mədinəyə gəlmişəm. Yaxşı eləmsən. Sənin mükafatın öz yerində. Biraz dincəl, sonra fürsəti qaçırmadan Bəsrəyə qayıt, gözdə qulaqda ol, bizi xəbərsiz qoyma. Qulluq edin. Eşitdin? Bəli. Bu rəftarların xas bir mənası var ki, Sərdarı narahat eləyir. Bəli. Beyyəti təzələmək yalnız bəhanədir. Büsür, cəmaatın qorxu və vəhşətindən istifadə eləyib, Yezidlə beyyəti müqəddəməsini əmrin öz hüzurunda hazırlamaq istəyir. Başa düşürəm. Əgər o bu işində müvəffəq olsa, səbəb olacaq siz əmirin yanında xəcalətli olasınız. Düzdür. Bu işin çarəsi asandır. Hiləgərliklə, min bir bahanə ilə cəmaatı yığıb, dərhal Dəməşqə tərəf hərəkət eləyə bilərsiniz. Bax, onda Büsür meydanı tək əl ala bilməyəcək. Bəli, bəli, bilirəm. Əmir məni görən kimi Həsən İbni Əli barəsində soruşacaq. Və qane edici cavab verməməyimə görə qəzəblənəcək, mənimlə sərt rəftar eləyəcək, danlayacaq. Birinci göstərişini yerinə yetirməyincə hirsi soymayacaq. Düzünü desəm Şimir, hal-hazırda mənim çətinliyim sənin dostlarının vəfasızlığıdır. Əgər xavaricdən olan sərkərdələri deyirsənsə... Özünü bilməməzliyə vurma. Mən xəvaricə pul ödəməmişəm. Əksinə, sənə, ürvəyə, axmaq əşəsə pul vermişəm ki, öhdənizə götürdüyünüz işə əməl eləyəsiz. Sözsüz ki, onlar öz vəzifələrini yerinə yetirirlər. Axı, bu iş üçün biraz vaxt lazımdır. Daha vaxt qalmayıb. Maviyə amanımı kəsib, bilmək istəyirəm iş nə yerdədir. Gərək gözlərindən soruşaq. Bu gecə... Bu gecə yox. Elə indi. Gözək ki. Bir neçə nəfər Həsən İbni Əlinin evinə gedib, İbni Ümeyrlə əşəsi bura gətirsinlər. Mühafizəçilərin qoruq altında yatırsınlar. Elə niyə? Zahiri qorumaq lazımdır. Əgər bilsələr bizimlə əlaqələri var, bir daha o evə dönə bilməzlər. Lap yaxşı, elə o cür dedin. Gözətçilər onları özləri ilə aparırlar. Onları tutun ki. Tanıdın onları? Çox tanış gəlirlər amma. Harisin oğullarını tanımadın? Haris, düz deyirsən, onların xeylədə gördüm. Gözətçi. Dayanın. Xəvaricdəndir. Şimirlə Nüxeylədəydilər. Bəli, onlardan biri Mədayində idi. Fitnə törədib Əbu Məhəmmədin çadırını yandırdı. Əba Məhəmmədin evində deyilirlər.
Yakalayın onları. Tutun getirin. Bırakın beni. Yakalayın. Neyiniz bizi niye tutursunuz? Bırakın bizi. Tez tələsin. Tez tuta. Tələsin. Keçin. Keçin. Bunlar kimdir? Bunlar mənə dedilər ki, onları tutum gətirim. Əmir el-Mömininin düşmənlərindəndirlər. İbni Həkəm, yaxşı bax, gör bu iki nəfəri tanıyırsan. Yox. Tanımıram. Tanımaq da istəmirəm. Tanımağa heç vaxtım da yoxdur. Sən necə, Sərdar? Bəli. Tanıyıram. Onlar da məni yaxşı tanıyırlar. Bir-birimizi əvvəllər görmüşük. Düzdür? Hər ikisi Harisin övladlarıdır. Harisin? Həmin o adam ki, Küfədə başını bədəndən ayırdılar. Məncə Həsən İbn Əlinin tərəfdarları bu şəhərdə biz təsəvvür elədiyimizdən də çoxdur. Harisin oğulları Mədinədə? Bəli, heç şək eləmirəm. Ağzınızı açıb söz danışın. Bu qeyrabuların başı üçün mükafat tayin eləyib. 100 sikkə qızıl. O biri qardaşlarınız hardadır? O İranlı qul hardadır? Harda gizləniblər? Sərdar, bunlarla nə eləmək istəyirsən? Bilmirəm. İndi onun vaxtı deyil ki, başımızı uşaq oyunlarına qataq. Gözətçi, bu iki axmağı apar buradan. Gəlin, keçin görüm, keçin! Hal-hazırda bilmək istəyirəm, görüm siz neynəmisiniz? Sərdar, bizi günün gündüz çağıbıra niyə gətirmisən? Axı izi azdırmaq üçün orada gizlənmişdik. Mən siz üç nəfərin oyunlarından yorulmuşam. Biraz səbriniz olsun. Hətta bir gün belə dözə bilmərəm. Neynəmisiniz? Dözümlü olun Sərdar. Axı necə dözüm? Bəs Maviyə nə olsun? Ona nə deyim? O səbr edəcək? İndi Şama getmək istəyirəm. Amma cürət eləyib yola çıxa bilmirəm. Bilirəm ki, əmir məni görən kimi sorğu-suala tutub danlayacaq. Deyin görüm, neynəmisiniz? Səbr eləmək lazımdır, dözümlü olun. Səbrim tükənib. Elə bugün bu məsələyə son qoymaq lazımdır. Bacarmırsınızsa, deyin başqa çarə qılım. Nə çarə? O xatana deyərəm. Canından keçmiş bir qılınc vuran taparam. Sizə verdiyim pulu kimə versəm eləyər bunu? Maviyə hər iki yolu sınavdan keçirib. Məyər unutmusan? Kufə məscidində ona ox atdılar və sabahda İbn Sanan'a tapşırdılar onu qılıcla vursun. Görmədin nə oldu? Hər halda bir yol taparam. Bir neçə əskəri qapısına göndərərəm. Sərdar, Əmir el-Möminin deyib ki, bu işdə heç kim bizdən şübhələnməməlidir. Hər halda bir çıxış yolu olmalıdır. Çıxış yolu var. Hansı yol? Qızım Cədə işi bitirməyə hazırdır. Hazırdır? Bəli, hazırdır. Amma şərti var. Şərt? Nə şərt? Şərti də budur ki, qızım Cədə iş bitəndən sonra Yəzid ibn Muaviyyənin həyat yoldaşı olsun. Bu nə cür şərtdir? O illərdir gözləyir ki, ərəb başçısının xanımı olacaq. Azca qalmışdı ki, arzusuna çatsın. Amma indi ki, Həsən İbn Əli xilafəti buraxıb, o belə güman eləyir ki, yalnız bu yolla arzusuna Mən çatıb. heç vaxt bu şərti qəbul eləyə bilmərəm. Əslində buna ixtiyarım da yoxdur. Qızım Cədə çox gözəl bilir ki, sizin buna ixtiyarınız yoxdur. Ona görə də xahiş edir ki, şəxsən Əmir el-Möminin özü zəmanət versin. Bu qeyri-mümkündür. Niyə, Sərdar? Mümkündür.
Əmir el-Möminin özü çox yaxşı bilir ki, mənim qızım bu işdə hansı fədakarlığı əl atır. Elə buna görə də mən inanmıram qızımın kiçik istəyini rədd eləsin. Kiçik istək, kiçik istək. Əmir el-Mömininin arvadı olmaq istəyir, sonra da deyirsən kiçik istək. Amma əgər qızım Cədənin üzərinə düşən vəzifə haqda fikirləşsən, onun istəyinin elə də böyük olmadığını dərk eləyərsən. Bura bax, Xəşəs, düzündür. Bu sənin istəyindir, yoxsa qızın Cədənin istəyi? Əlbəttə ki, onun istəyidir. Amma düzünü bilmək istəyirsənsə, biz də onu bu tələbində haqlı sayırıq. Lap düz dedin. Görəsən qəbul eləyərlər? Qəbul eləyərlər. Onların başqa yolu yoxdur. Əslində elə belədir. Sen burada kal. Ne olur? Mərvan tezliklə Mədinə böyükləri və zadəganları ilə Dəməşqə gedəcək. Qərardır ki, elə orada əmirdən sənin üçün zəmanət alsın. Onun sözüne inanmak olar. Bəli, əgər əmir söz versə, mütləq yerinə yetirər. Hal-hazırda biz onun vəfalı dostlarındanıq. Bu onun öz sözüdür. O heç vaxt hiylə işlədib bizi aldatmaz, qızım. Bizə ehtiyacı var. Nəsə olub? Yok. Heç nə olmayıb. Cədə, Muaviyyədən sonra oğlu Yezid xəlifə olacaq. Ərin Əba Məhəmməd yox. Əba Məhəmməd Mədinədə bir göşiyə çəkiləcək. Sən sövlad olmayan bir kəniz kimi dünya üzünə gülməyən kişinin evində qalıb həyat sürəcəksən. Dünya ləzzətlərindən məhrum qalacaqsan. Əmirin cavabını gözləyək. Reis və dostlarının gizləndiyi yer hardadır? Xəbərimiz yoxdur. Biz onlarla deyildik. Biz hər ikimiz Dəməşqdəydik. Yalan deyirsən. Yaşadığınız məntəqənin cəmaatı deyir ki, siz 3 nəfər olmuşsunuz və həmişə birlikdə getgərləmisiniz. Yaxşı, bəs 3-cü nəfəriniz hardadır? Səhv edirsən. Biz 2 nəfər idik. Yalan deyirsən. Başqa bir sual. Haris'in 4 oğlu vardı. Qardaşlarınızın ikisi hardadır? Yaqub Mədayində şəhid oldu. Sənin həmin o dostun İbni Ümeyrin saldığı çaxnaşmada. Yaxşı. Bəs o birisi hanı? Bilmirəm. O elə sizinlə olan 3-cü adam deyil. Yox, bizimlə heç kim olmayıb. Yalan deyirsiniz. Başqa bir sual. İbni Ümeyrlə Əşəsin Həsən İbni Əlinin evində olduğunu nə vaxtdan bilirsiniz? Onları nə vaxtdan tanıyırsınız? Reis və Seyidlə necə əlaqə saxlayırsınız?
Qardaşınız Əşəslə İbni Ümeyrin Əba Məhəmmədin evində olması xəbərini onlara deməyə yetməyib? Biz bilmirik. Yalan deyirsiniz. Danışmaq istəsəz, mənə xəbər verərsiniz. Biz heç də bilmirik. Əlbəttə bilirsiniz. Amma danışmaq istəmirsiniz. Onsuz da bu elə də fərq eləmir. Çünki əminəm ki, tək-tək hər biri darvazdan keçib şəhərə daxil olacaqlar. Sizdən xəbərsiz olan kimi İbni Ümeyrlə Əşəsin Həsən İbni Əlinin evində olmalarını eşidən kimi şübhəsiz özlərini Mədiniyə yetirəcəklər. Qəfildən gözətçilər Salihlə Məhəmmədə yaxınlaşdı. Onları tutub apardılar. Tutub apardılar? Bəli. Mən güman eləyirəm İbni Ümeyrlə Əşəs o iki nəfərin tutulmasına səbəb olub. Əlbəttə, dəqiq bilmirəm. Amma o iki nəfəri hökumət sarayına apararkən Salihlə Məhəmməd də tutdular. İndi bilmirəm nə eləyim. İbni Ümeyrlə Əşəs Həsən İbni Əlinin evində nə eləyirlər? Niyə bu iki nəfər əvvəlcə tutub aparırlar və yenidən buraxırlar? Bütün bunlar məni yaman narahat eləyir. Mən Həsən İbni Əlidən ötürü yaman qorxuram. Qorxuram ona bir hiylə işlənər. Mənə elə gəlir sənin bir məsələdən xəbərin yoxdur. Salam Hücr. Bağışla, səni görmədim. Fikrim yaman dağınıqdır. Görürəm. Üz gözündən bilinir. Amma deyəsən sən bilmirsən ki, Əşəs İbni Qeys Əbu Məhəmmədin həyat yoldaşı Cədənin atasıdır. Əba Muhammedin həyat yoldaşı? Bəli. Məyər bilmirdin? Yox. Amma bunun məsələyə heç bir dəxli yoxdur. Düşünürəm sən haqlısan. Bu işdə nəsə bir hiylə var. Əşəs, baxmayaraq ki, Həsən İbni Əli ilə qohumdur. Peyğəmbər Əhl-i Beytinin düşmənlərindəndir. Əli-i Mürtəzanın qətlində onun əli var idi. İndi də onun o evdə olması çox xətərlidir. Əhmədin dediklərindən yaman qorxuya düşmüşəm. Mən belə hesab edirəm ki, bizlərdən bir neçə nəfər Mədiniyə gedib Həsən İbni Əlinin şəhərdən çıxmasına şərait yaratmalıyıq. Düzdür. Ona xətər belə üz versə, mübarizə aparıb qoruyarıq. Biz bir neçə nəfər o qoşunun qabağında nə eləyə bilərik? Mədiniyə hücum edib şəhəri ələ alsaq necə olar? Əbu Məhəmmədin icazəsi olmadan? Bundan əlavə elə bir qüdrətimiz də yoxdur ki, bu işi görək. Məyər bir dəstə arvad uşaq, sərgərdan adam bu işin öhdəsindən gələ bilər? Qeys, sən nə fikirdəsən? Düşünürəm, bəlkə də burada bir hiylə var. Nə hiylə? Qorxuram onlar bu işləri ilə bizi Mədinəyə çəkib aparsınlar. Biz şəhərə girən kimi Mərvan öz qoşunu ilə bizə hücum eləyər. Bir sözü deməyi yaddan çıxartdım. Mərvan tezliklə Mədinəni tərk eləyir. Tərk eləyir? Qərardı Mədinə böyükləri ilə Dəməşqə gedib Muaviyə ilə beyyətini təzələsin. Əminsən? Bəli. Beyyəti təzələmək nə üçün? Nə bilim. Əgər həqiqətən də Mərvan şəhərdən çıxsa, bu gözəl fürsətdir. Əvvəlcə onun çıxmasını dəqiqləşdirməliyik. Yuxumu qaçırtdın. Səhərə kimi səbr eləyə bilmirdin? Yox. Elə indi xəbər gəldi ki, Mərvan Mədinə başçıları və Əyyən əşrafı ilə Dəməşqə gedib Yezidlə beyyət eləmək fikrindədir.
Yaxşı, bu xəbər belə mühüm idi ki, gecənin bu yarısı məni yuxudan oyatdı. Bəli, mühüm xəbərdir. Sizcə Mərvan niyə belə tələsik Dəməşqə yola düşüb? Təəccüb eləyirəm, bu tələsməyin mənası nədir? Başa düşə bilmirəm, nə deyirsiniz? Bizdən qabaq əmirin göstərişini yerinə yetirmək istəyir. Göstəriş? Nə göstəriş? Şəhər böyüklərini beyyət üçün Yezidin hüzuruna aparmağa. Sözsüz ki, o özünü əmrə daha da yaxın eləmək istəyir. Və əgər Mərvan bizdən qabaq bu işi görməyə müvəffəq olsa, əmir bizi daha da fərsiz və bacarıqsız biləcək. Düz deyirsən. Yaxşı, bəs nə eləyək? Gərək səfərə hazırlaşaq və küfə başçılarını tez bir zamanda beyyət üçün Mərvandan qabaq əmirin hüzuruna aparaq. Biz ondan geri qalmamalıyıq. Bu işdə onu qabaqlamalıyıq. Getməsələr necə? Məcbur eləyərik. Qiyamçıları və orduya hücum eləyənləri tapmağı bəhanə gətirib, evlərinə od vurarıq. Mərvanın gördüyü işi biz də eləyərik. Onları elə sıxarıq ki, Dəməşqə öz ayaqları ilə piyada gedərlər. Çox yaxşı. Onda bu işin məsuliyyətini öhdənizə götürün. Nəyi məsləhət bilirsinizsə, onu da eləyin. İşə gecə başlamaq fikrindəsiz? Bəli, gecə. Səsküy salıb təbil çaldıracaq. Qoşunu qapılarına göndərəcəyik. Ürəklərinə elə qorxu salaq ki, özləri əmiri görmək üçün yalvarsınlar. Siz buna razı deyilsiniz? Niyə? Mən razıyam. Küfəlləri necə ələ almağı siz bilirsiniz. Bəli, biz onları yaxşı tanıyırıq. Amma mən bunu fikirləşirəm ki, qaldıracağınız bu səsküydə mən özüm necə yatım? Ne olub ata? Su, biraz su. Ata, sənə bir sirr açmaq istəyirəm. Mən çox fikirləşdim. Götür qoy elədim. Doğrusu bir an bu qorxulu fikir yadımdan çıxmır. Yox, bunu bacarmaram. Mən bu işi görə bilmərəm. Bugün Əba Məhəmmədin üzünə baxarkən onun canına qəsd eləməyimi... Niyə? Bacararsan. Yox ata, mən bacarmaram. Bacarmaram. Mərvan indi yoldadır. Tezliklə əmirin zəmanəti ilə qayıdacaq. Dəməşqi düşün. Müaviyyənin sarayına. Qabaqda səni gözləyən xoş günləri düşün. İndi isə get, məni tək qoy. Başım bərk ağrıyır. Sabah daha ətraflı söhbət eləyərik. Ata, İbn Ümeyr hardadır? Hökumət sarayında, Şimrin yanında. Halım yaxşı deyil. İstirahət eləməliyəm.
Hərb, nə xəbər? Mərvan qəbilə başçıları və qoşunu ilə birlikdə Mədinədən çıxıb Dəməşqə yola düşdü. Buyurun. Al su iç. Biz biraz onları izlədik. Heç bir hilə yoxdur, doğrudan da Dəməşqə gedirlər. Bu qardaşlar Bəsrə və Küfədən xəbər gətiriblər ki, Müğeyrə və Büsr Dəməşqə gedirlər. Mən güman eləyirəm ki, Muaviyə Yezidin beyyətinə şərait yaradır. Yezid üçün beyyət? Axı sülh müqaviləsinə əsasən söz verib ki, bir xəlifə kimi özünə canişin təyin etməyəcək. O özü dedi ki, sülh müqaviləsi ayağımın altındadır. Bəs cəmaata nə cavab verəcək? Heç nə. O öz ikiyüzlülüyünü aşkar eləyəcək. Elə Həsən İbni Əli də bunu istəyir. İndi bildik ki, onun hiləsi nədir? Bu əməlləri ilə nə eləmək istəyir? Onda doğrudan da Əba Məhəmmədin canı xətərdədir. Çünki Muaviyə Yezdi canişin etmək üçün onu yolunun üstündən götürməkdən başqa çarəsi yoxdur. Bəli, düzdür. Biz də bu nəticəyə gəlmişik. Gərək dərhal Əba Məhəmmədi Mədinədən çıxaraq. Mən, Səyid, Hərb və Əhməd Mədinəyə gedirik. Əgər bir neçə gün bizdən xəbər olmasa, cəmaatı buraxın. Özünüzsə gizlənin. Gedək. Hə, elə bu yaxşı fikirdir. Düzdür, belə Gözəl eləməliyik. qərardır. Elə belə də eləyərik. Sərdar. Sərdar. Günəş artıq çıxıb. İcazə verirsiniz darvazanı açın? Cəmaat darvaza arxasında toplaşıblar. Aç. Darvazanı açın. Salam. Aleykümselam. Salam. Salam. Hoş gelmişsiniz. Salam. Buyurun. Salam. Çok sağ olun. Hoş gelmişsiniz. Yaxşı olar ki, atları burada qoyalım. Düz deyir. Piyada geçsə heç kimin diqqətini cəlb etmərik.